Blok imtahanına qədər məsələ izahının 4-cü günündəyik. Bugün mən sizlərə DİM-in deməli sınaq toplusundan olan situasiya tipli tapşırığı izahlayacağım. Müəllim elektron lövhədə aşağıdakı şəkli nümayiş edir və qeyd edir ki, bu orqanizmin dayaq hərəkət aparatının kütləsi 150 qramdır. Dayaq hərəkət aparatı deyəndə nəyi nəzərdə tutur? Dayaq hissəsini skelet, bir dəqiqə. Deməli, dayaq hissəsini skelet, hərəkət hissəsini isə əzələ təşkil edir. Əzələ. Bunların ümumilikdə kütləsi 150 qramdır. İndi bizdən nə istəyir? 30-cu sualda deyir ki, şəkildə göstərilən orqanlar sisteminin kütləsini hesablayın. Şəkildə göstərilən orqanlar sistemi skeletdir. Biz skeletin kütləsini tapmalıyıq. Necə tapaq? İkisi bir yerdə 150-dir və skeleti necə ayıraq? Bizə mötərizə içərisində məlumat verir. Deyir ki, əgər kütlə qanadları indirən əzələlərin kütləsindən 2 dəfə az olarsa, qanadları indirən əzələ deyirsə, deməli burada döş əzələlərini nəzərdə tutur. Döş əzələsi. Deyir ki, skelet döş əzələlərinin kütləsindən skeletin kütləsi 2 dəfə azdır. Deməli, skelet x qədərdirsə, döş əzələsi 2x qədərdir. Və biz bilirik ki, döş əzələsi quşların əzələ sisteminin içərisində bütün əzələlərin yarısına bərabərdir. Əgər döş əzələsi 2x qədərdirsə, digər əzələlər də 2x qədərdir də. Çünki nə dedik? Dedik ki, döş əzələsi ümumi əzələlərin yarısına bərabərdir. Ona görə də digər əzələlər də nə qədər olacaq? Digər əzələlər də 2x qədər olacaq. Bunların hamısının cəmi 150-dir. Onda buradan skeleti asanlıqla tapa bilərik. Yəni 2x qədər döş əzələsi, üstə gəlinsin x qədər skelet və üstə gəlinsin 2x qədər digər əzələlər. Cəmi 150-dir. 5x-imiz 150-dirsə, x-imiz nəyə bərabərdir? 30-a bərabərdir. X-lə də nəyə işarələmişdik? Skeleti. Deməli, skeletin kütləsi 30 qramdır.